Hər vaxtınız xeyir əziz abituriyentlər. Bugün sizlərlə bir yerdə fizikadan qəbul imtahanına düşmüş impuls dərsinə aid çaşdırıcı bir sualın izahına baxacağıq. Şərtdə deyilir ki, cismə təsir edən qüvvənin zamandan asılı qrafiki verilmişdir. İlk 5 saniyə ərzində cismin impulsunun dəyişməsini hesablayın. Deməli, bizdən impuls dəyişməsini soruşur. Biz bilirik ki, impuls dəyişməsi delta P ilə işarə olunur və bizdən şərtdə bunu soruşur. İmpuls dəyişməsi hansı ki, qüvvə impulsuna bərabərdir və qüvvə impulsunun düsturu isə delta P bərabərdir F vuraq delta T şəklindədir. Mən əvvəlki dərslərdə də qeyd etmişdim ki, əgər ki düsturda bir-birinə vurulan hərflər, kəmiyyətlər qrafikdə verilən kəmiyyətlərdirsə, bu zaman hansı ki fiqurun sahəsinə baxılır. Fikir versəz, düsturda F-in T-yə hasilidir və burada da elə F-in T-dən asılı qrafiki verilir. Deməli, bu kəmiyyətlər artıq bir-birinə vurulursa düsturda, gördüyünüz, bax bu qrafikin zaman oxu ilə əmələ gətirdiyi fiqurun sahəsinə baxmalıyıq. Və bu da fikir versəz trapesiyadır. Yəni, buradakı impuls dəyişməmiz elə bizim trapesiyanın sahəsinə bərabər olacaq. Yəni, S trapesiya. Trapesiyanın sahəsini isə riyaziyyatdan bilirik. Hansı ki, oturacaqlarını toplayırsınız, bölürsünüz 2-yə, vurursunuz hündürlüyə. Bir oturacağım, fikir versəz, yuxarı oturacağım, bax bu hissədir və bunu da paralel köçürsəz, görərsiniz ki, 4 və 2-nin arasıdır. Yəni, elə 2-yə bərabərdir. Onda yazacağım ki, 2 plus, digər oturacağım isə aşağıdakı oturacaq 0 ilə 5-in arasıdır. Deməli, 5-ə bərabərdir. 2 plus 5 bölək 2, vuraq hündürlüyü. Baxın, fikir versəz, aşağıdakı oturacağa perpendikulyar indirirsiniz. Bax, bu hissə olacaq sizin haşınız, hündürlüyünüz. Bunun uzunluğunu tapmaq üçün də bax, buraya paralel köçür. Elə gördüyünüz kimi 0 və 2-nin arasıdır. Yəni, 2-yə bərabərdir. Vuraq 2-də yazırıq. 2-lər ixtisar getdi. 2 plus 5 mənə verəcək 7. Deməli, buradakı fiqurumun sahəsi oldu 7. Elə impuls dəyişməm gördüyünüz kimi delta P fiqurun sahəsinə bərabərdir. Yəni, impuls dəyişməmiz delta P bərabər olacaq 7 kiloqram vuraq metr bölək saniyəyə. Cavab olacaq Y bəndi.